Hər vaxtınız xeyir, dəyərli izləyicilərim. Bugün sizə güzel bir güşədən şirniyyat hazırlayacağım. Paylaşacağım sizinlə. 15 dəqiqə hazırlaya biləcəksiniz və bu gözəl təmiz havada mən onu oturub çayla içəcəyəm. Bir vaxt Bakının bağlarından səsim gəlirdi. Uzun müddət Bakıdan səsim gəlirdi. İndi isə bugün Qəbələ və Oğuzun arasında olan Padar kəndindən gəlir səsim. Havası tərtəmiz, adama ləzzət verir. Mən öz adımdan danışıram. Niyə kəndi bəyənmirsiniz? Niyə kəndi halisini bəyənmirsiniz? Onlar sizdən sağlamdır ona görə. Əlbəttə belə havanı udan, təmiz suyu içən, rahat başını qoyub vaxtında yatan adam sağlam olar. Güclü olar, səsi də gür çıxar. Tıxaclarda saatlarla oturub zəhərli havanı udan adamdan nə ummaq olar axı? Hirs dağarından başqa heç bir şey. Deyirəm bu barədə başqa videoda danışarıq. Mağazaya getmək istəmədim. Yağış yağır barədə. Mən də mazurka hazırladım. Çox asan hazırlanır. Əlimi də xəmirə heç vurmadım. Bir çimdik duz, 2 yumurta. Ölçüsünün fərqi yoxdur, böyük və ya kiçik. Burada sizdən üzr istəyəcəyəm. Əlimin kölgələri düşür. İşıqlandırma yuxarıdandır. Və gördüyünüz kimi indi üzərinə şəkər tozu əlavə edirəm. 100 qrama qədər əlavə edə bilərsiniz. Mən 80 qram əlavə etdim. Şəkəri biraz az olsun. Qarışdırırıq. İndi bir paket şəkərli vanil əlavə edirəm. Yenə də qarışdırırıq. Qarışdırıb əmin oluruq ki, şəkər tozu əridi. Və daha sonra 5 xörək qaşığı belə orta təpəsi olan və ya 120 qram deyə bilərəm. Un əlavə edirik. Un əlbəttə ki, ələkdən keçirmişsə gözəl olar. Vəssalam, indi qarışdırmaq olar. Qaldı bir dənə qabartma tozu. Onu istərsəz indi, istərsəz unu əlavə eləməmişdən qabaq yumurtaya əlavə edə bilərsiniz. Vəssalam, qarışdırdıq xəmirimiz. Mazurkanın adətən içərisində cərəzlər olur. Fındıq, qoz, kişmiş, nə istəsəz onu doğrayıb içərisinə əlavə edə bilərsiniz. Mən bir hissəsini içərisinə əlavə elədim. Bir hissəsini də üzərindən. Qabımın içinə kağız varsa kağız salırıq. Məndə yox idi, falqa saldım, yağladım və üstünə də un səpələdim. Çünki falqa adətən birazcıq yapışır. Rahatlıqla çıxartmaq üçün unu səpələdim və indi hazırladım xəmiri bura boşaldıram və qaşıq yardımı ilə hər tərəfə yayıram. Mənim qabım biraz kiçikdir. Ona görə məndə hündür alınacaq. Siz istəsəniz eyni peçeni şəklində istəyirsinizsə bu mazurkanı görmək, onda 2 tavaya yerləşdirəcəksiniz. Ardıcıl bişirirsiniz, çıxardıb doğrayırsınız, sonra qoyursunuz bir balaca da, elə bil ki, qurudursunuz. Bir 10 dəqiqə kifayət edir. Yəni ki, 100 dərəcəli sobada artıq sobanı çox güclü eləmirsiniz. Və ya sobanız hələ isti qalıbsa, elə ora qoyun, bir 10-15 dəqiqə saxlayıb çıxardırsınız. Bugünlük Şərqiyə xanımdan bu qədər. Deməli, Şərqiyə xanımın kanalında, Lavandada yox, Şərqiyə xanımın kanalında kiçik-kiçik videolar qoyacağım. Sizi maraqlandırırsa, girib oradan baxa bilərsiniz. Tikdiyimiz ev, yaratdığımız şərait və s. bunlar haqqında orada açıqlamalarda göstərəcəyəm. Baxarsınız. Hələlik isə sizdən xudahafizləşirəm. Hamınıza bol ruzu, bərəkət, can sağlığı, ailə səadəti arzulayıram. Gələn videolarda görüşmək üzrə. Xudahafiz.